Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 18-ci günün duası. Allahumma nəbbihni fihi li bərəkati əsharihi və nəvvir fihi qəlbi bidiyai ənvarihi və xuz bi kulli əzai iləttibai asarihi bi nurikə ya munəvvirə qulubil arifin. 18-ci günün duasının tərcüməsində buyurulur ki, İlahi, bugün məni səhərlərin bərəkəti ilə oyat, qəlbimi bu səhərlərin ziyası ilə nurlandır, bədən üzvlərimi bugünün təsirinə tabi olmağa yönəlt, nuruna an verirəm, ey ariflərin qəlbini nurlandırın Allah. 18-ci günün müstəhəb namazları 4 rükətdir, hər rükətdə bir həmd, 25 Kevsər surəsi oxunur. Bütün müstəhəb namazlar 2 rükətli formada qılınır, dualarınızda bizləri unutmayın.